Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkes Klubu Qrup şirkətinin hər birini salamlayıram. Bugün sizinlə günləriz bazar analizini paylaşacaq. İlk öncə dollar indeksinə nəzər salaq. Bu həftə ərzində Amerikadan açıqlanan ISM istehsalat PMI indeksi proqnoz edilən 48,7-dən daha aşağı, 48,5 olaraq açıqlanmış oldu və bu da təbii dollara neqativ təsir etmiş oldu və diqqət etirsəniz dollarda düşən bir trend hakim idi. Lakin dünənlər Amerikada eyni zamanda JOLTS iş yerlərinin açıqlanması ilə bağlı göstəricilər elan olunmuş oldu və həmin göstəricilərdə may ayı üçün yeni iş yerlərinin sayı, yəni yeni vakansiyaların sayı 7,2 milyon proqnoz edildi. 7,39 milyon olaraq açıqlanmış oldu. Təbii bu da əmək bazarında hələ də tələbin yüksək olduğunu göstərmiş oldu və dolları yuxarı yönlü dəstəklədi. Diqqət etsəniz, dollar dünənlərin həmin günün birinci müqavimət səviyyəsini qırmış oldu və qiymət onun üzərində bağlanmış oldu. Və bu gün ərzində də nə qədər ki dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 98,343 səviyyəsinin qırıb onun altına bağlanmazsa biz dollar indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin hörmətli izləyicilər, bu həftə ərzində investorların bazardan gözlədiyi ən vacib xəbərlərdən birisi cümə günü Amerikadan açıqlanacaq non-farm payrolls, yəni qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı və eyni zamanda ümumi işsizlik səviyyəsi ilə bağlı göstərici, hansı ki hal-hazırda 4,2%-dir. Bu nəticələr açıqlanmış olacaq. Əgər əmək bazarında müsbət göstəricilər olarsa, bu dolları daha da yuxarı yönlü dəstəkləyə bilər və federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalı azala bilər. Lakin əmək bazarına göstəricilər neqativ olarsa, bu federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalını yüksəldə bilər və öz növbəsində dollarda kəskin düşüşə səbəb ola bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də diqqət etsəniz 29 may tarixinin əslində yüksəliş trendindən başlamışdı və həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və təxminən 3 gün bu trend davam etmiş oldu. Lakin dünən Avropa Birliyində açıqlanan inflyasiya göstəriciləri proqnoz edilənin altında açıqlanmış oldu və inflyasiya 2,2% proqnoz edilmiş, lakin 1,9% açıqlanmış oldu. Təbii inflyasiyanın aşağı düşməsi bir mənada Avropa Mərkəzi Bankının sabahların faiz dərəcəsini aşağı salma ehtimalını daha da yüksəltmiş oldu. Belə ki, Avropa Mərkəzi Bankı sabah faiz dərəcəsini 2,40-dan 2,15%-ə endirə bilər ki, bu da avroda olan yüksəlişi məhdudlaşdıra bilər. Gün ərzində avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,14-288 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz avro-dollar valyuta cütlüyünün düşəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də diqqət etirsəniz 2 iyun tarixində valyuta cütlüyü həmin günün birinci müqavimət səviyyəsini qırdı və hətta onun üzərində bağlanmış oldu və hal-hazırda bazarda GBP-USD valyuta cütlüyü yüksələn trendlə ticarət edilir. Bu gün ərzində GBP-USD valyuta cütlüyü nə qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 1,34-862 səviyyəsini qırıb, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda da bir öncəki videomuzda qeyd etdiyimiz kimi 29 may tarixində başlayan yüksəliş trendi davam edir və diqqət etsəniz həmin günün birinci müqavimət səviyyəsinin qırılması və qızılın qiymətinin həmin səviyyənin üzərində bağlanması əslində qızılda alış siqnal formalar düşdü və həmin tarixdən etibarən 1, 2, 3, 4-cü gündür ki, qızılda yüksəliş davam edir. Bu gün ərzində qızılın qiyməti bu günün birinci dəstək səviyyəsi olan 3326 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda da baxıb hörmətli izləyicilər, ümumiyyətlə qızılda hər aşağı yönlü korreksiya alış üçün böyük imkanlar yaradır. Çünki hələlik qısa vədədə, yəni və yaxud da uzun vədədə ümumiyyətlə qızılda eniş trendi gözlənilmir. Hər bir düşüş qızılda aşağı yönlü korreksiyadır ki, bu da bazara daxil olmaq üçün böyük bir imkan yaratmış olur. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksinin futuresidir. Bir öncəki videomuzda qeyd etdiyimiz kimi Nvidia-nın gəlirlərinin açıqlanması ilə S&P 500 indeksi 29 may tarixində kəskin yüksəlişlə müşahidə edilir. Lakin həmin tarixdən etibarən diqqət etirsəniz bazar 1, 2, 3, artıq 4-cü gündür ki, müəyyən range içərisində ticarət olunur. Yəni bazar hal-hazırda gözləmə mövqeyindədir. Bunun başlıca səbəblərindən birisi Trumpın yaratdığı qeyri-müəyyənlikdir. Yenidən alüminium və polad sənayesində 50% tarif qoymaqla
bağlı açıqlama verdi. Eyni zamanda hörmətli izləyicilər, vergi güzəştləri ilə bağlı açıqlama verdi. Hansı ki, bu Amerika üçün daha da ciddi bir problemə çevrilə bilər. Çünki hal-hazırda Amerikanın borc problemi və xəzinə istiqrazlarının, faiz gəlirlərinin yüksəldiyi bir vaxtda yenidən vergi güzəştləri tətbiq edilməsi təbii ki, Amerikanın borc problemini daha da böyüdə bilər və riski artıra bilər. Belə olan halda təbii ki, investorlar bir mənada gözləmə mövqeyindədirlər. Bir digər faktor isə hörmətli izləyicilər, 5-ci günü, yəni bu həftənin cümə günü Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı xəbərlərdir, göstəricilərdir. Hansı ki, həmin göstəricilər əsasında federal ehtiyatların faiz dərəcəsini artırıb və ya azaldacağı ilə bağlı ümumiyyətlə gözləntilər formalaşacaq və investorlar bir mənada ondan sonra bəlkə də bazarda müəyyən mənada istiqaməti təyin edə biləcəklər. Gün ərzində S&P 500 indeksini nə qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 5930 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yuxarı yönlü kiçik qalxışların şahidi ola bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.